Heyvanlar üzərində sınaq aparmaq tarixə qovuşa biləcəkmi? Məsələ burasındadır ki, dünyanın bir çox yerlərində təcrübələr üçün heyvanlar üzərində sınaq aparılmağa qarşı çox ciddi tədbirlər başlayıb. Hətta bəzi qurumlar bunun üçün 150 milyon dollara qədər pul ayırıb. Bu və digər maraqlı tibb xəbərlərini izləmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Başı üzülmüş sıçanların beyni salamat qalırmı deyə onları gilyətində balta ilə başlarını vurub, tez beyinlərini çıxardıb, nə qədər salamat qalıb qalmadıqlarını yoxlayırdıq. Bunu bu yaxınlarda bir filmdə psixoterapevtin tələbə vaxtı sıçanlar üzərində aparılan araşdırmalarda nə etdikləri ilə bağlı danışdığı idi. Və təsəvvür edirsinizmi, müxtəlif dərmanların hazırlanmasında, preparatların, kosmetikanın üzə çıxarılması üçün sıçanların həyatları ilə oynayırlar. Tək sıçanların yox, elə digər heyvanların da. Və dünyanın böyük bir qismi buna qarşı çıxır. Və hazırda Amerika Birləşmiş Ştatlarında yeni layihə hazırlanır. Hətta layihəyə 150 milyon dollardan çox pul ayrılıb ki, artıq sınaqlar alternativ variantlarla aparılsın və heyvanlar üzərində sınaqlar dayandırılsın. Detalları izləyək. Heyvanlar üzərində testlərin azaldılması planlaşdırılır. Amerika Birləşmiş Ştatında heyvanlar üzərində testlərin azaldılması istiqamətində yeni təşəbbüslər güclənir. Lakin mütəxəssislər bildirib ki, mövcud texnologiyalar hələ də bu sahədə tam alternativ yarada bilmir. Amerika Birləşmiş Ştatları Qida və Dərman Administrasiyası dərman istehsalçıları üçün alternativ test üsullarının istifadəsinə dair yeni layihə təlimatı yayımlayıb. Eyni zamanda Amerika Birləşmiş Ştatları Milli Sağlamlıq İnstitutları bu sahənin inkişafı üçün 150 milyon dollar investisiya ayırıb. Yeni yanaşma heyvanlar üzərində sınaqları azaltmağı hədəfləsə də, alimlər qeyd edib ki, bu cür təcrübələr hələ də tibbi tədqiqatlarda mühüm rol oynayır. Heyvanlar insanlara bioloji cəhətdən oxşar olduqları üçün xəstəliklərin öyrənilməsində və yeni müalicələrin hazırlanmasında geniş istifadə olunur. Ekspertlər bildirib ki, alternativ metodlar, məsələn, laboratoriya modelləri və hüceyrə əsaslı texnologiyalar bütün suallara cavab verə bilmir. Buna görə də yaxın gələcəkdə heyvan testlərinin tam ləğvi real görünmür. Bununla belə hökumətin yeni addımları bu sahədə dəyişikliklərin başlandığını göstərir. Mayonez ümumiyyətlə qida rasionundan çıxarılmalıdır. Bunu mən demirəm, terapevt, uzman həkim Əfsanə xanım Bayramova deyir. Terapevt deyir ki, mayonezin varlığı, xüsusilə də marketdə satılanların insan orqanizminə az qala zəhərdir. Həkimi diqqətlə dinləyək və mütləq sosial şəbəkələrdən bizi izləyirsinizsə fikirlərinizi şərhlərdə bölüşün. Çünki geri dönüşləriniz bizə daha həvəslə və ən əsası daha məsuliyyətlə çalışmağa sövq edir. Mayonez və ketçup tamamilə qida rasionundan yığışdırılmalıdır. Bu barədə terapevt daxili xəstəliklər üzrə mütəxəssis uzman Əfsanə Bayramova STV xəbərə danışıb. Bu bayram günlərində ətrafdan, çevrədən eşidirik, dost tanışında menyular nədir? Mayonez qatılmış cürbəcür salatlar. Yəni bunu mayonezi heç cürə insanlara biz tərk edə bilmirik. Marketlər doludur, cürbəcür, çeşid, rəqabətdir. Bu ondan yaxşıdır, o bundan yaxşıdır. Yəni mayonezin bir ağartı məhsulu deyil, bir süddən, qatıqdan heç bir əlaqəsi yoxdur, görünüşcə. Mədə turşuluğunun artmasına səbəb olur və bununla hazırlanmış çox çeşidli salatlar dediyiniz kimi soyuducuda da günlərlə qalandan sonra mədə turşuluğunu artırır, mədə bağırsaq infeksiyasına səbəb olur. Ümumiyyətlə, mayonez deyilən bir qidanı rasiondan çıxarmaq lazımdır. Ketçup adı altında satılan o süni qidanı rasiondan çıxartmaq lazımdır. Bir də bizim millətin bir xüsusiyyəti var, yeməkləri çox hazırlayırıq, porsiyonları çox hazırlayırıq. İsraf olmasın deyə heyfləri gəlir, dediyiniz kimi soyuducuya yerləşdirilir və günlərlə o qidaları qəbul edirik. O mayonezli qidalar, o süni yağlardan, qatqılı yağlardan hazırlanmış yeməklər təbii ki, mədə-bağırsaq sisteminə pis təsir edir. Marketlərdə satılan mayonezlərin çoxunda konservantlar, dadlandırıcılar və stabilizatorlar olur. Bunlar tez-tez istifadə edildikdə orqanizm üçün ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Ananın yaxşısı pisi olmaz deyirsinizsə, o zaman mütləq bu xəbəri izləyin.
pis ana kateqoriyaları nədən ibarətdir və övladına lazım olan qədər, yaxşı analar qədər baxa bilməyən valideynlər nə zaman pis kateqoriyasına daxil olur? Çox maraqlı xəbərdir, izləyək. Sosial şəbəkələrdə analara təzyiq artır. Pis ana anlayışı cəmiyyətdə getdikcə daha geniş və sərt şəkildə istifadə olunur. Bu haqda A.J. Dixon yeni One Bad Mother, Pis bir ana kitabında danışıb və anaların demək olar ki, hər addımına görə tənqid olunduğunu bildirib. Onun sözlərinə görə qadınlar uşaqlarını ya çox sərbəst, ya da çox sərt böyütdüklərinə görə pis ana adlandırılır və bu anlayış əslində sosial normalardan kənara çıxan hər kəsə tətbiq olunur. Müəllif qeyd edib ki, xüsusilə internet və sosial şəbəkələr analara qarşı təzyiqi daha da artırır. Kiçik məişət detalları belə ciddi tənqidə səbəb olur və bu qadınlarda günahkarlıq, stres və narahatlıq yaradır. Atalara münasibətdə isə bu cür sərt yanaşma demək olar ki, yoxdur. Dixon həmçinin intensiv valideynlik anlayışının zərərli tərəflərinə diqqət çəkib. Onun fikrincə, uşaqların həyatına həddindən artıq müdaxilə həm anaların psixoloji vəziyyətinə mənfi təsir edir, həm də uşaqların sərbəst inkişafına mane olur. Müəllif vurğulayıb ki, valideynliyin əsas məqsədi mükəmməllik deyil, uşağın sağlam, təhsilli və xoşbəxt böyüməsidir. Bu xəbərimiz daha çox Avropada yaşayan azərbaycanlılar üçündür. Bir müddətdən sonra orada 1 saat irəli köçürmə olacaq və bu saat dəyişkənliyi insanların psixikasına necə təsir edir, sağlamlığına necə təsir edir? Bununla bağlı araşdırma aparılıb və məlum olub ki, sən demə, saatın çəkilməyi insanların psixologiyasına çox ciddi təsir göstərir. Saatların dəyişdirilməsi ləğv edilməlidir. Avropada yay vaxtına keçid sağlamlığa təsirləri ilə yenidən müzakirə olunur. Martın 29-da vaxt 1 saat irəli çəkiləcək və bu dəyişiklik insanların yuxu rejiminə təsir edəcək. Mütəxəssislər bildirib ki, cəmi 60 dəqiqəlik fərq belə orqanizmin sirkadial ritmlərini pozur. Alimlərin fikrincə bioloji saat yuxu, oyanıqlıq, hormonların ifrazı və ümumi əhval-ruhiyyəni tənzimləyir. Vaxtın dəyişməsi isə bu balansı pozaraq yorğunluq, diqqət azalması və hətta qısa müddətli sağlamlıq problemlərinə səbəb olur. Digər tərəfdən axşam saatlarında gün işığının artması da yuxuya getməyi çətinləşdirir. İşıq melatonin hormonunun ifrazını azaldır və bu da gec yatmağa səbəb olur. Mütəxəssislər daha yaxşı yuxu üçün axşam saatlarında otağın qaranlıq saxlanılmasını tövsiyə edir. Digər alimlər hesab edir ki, saatların dəyişdirilməsi ümumiyyətlə ləğv edilməli və daimi qış vaxtı saxlanılmalıdır. Onların fikrincə səhər gün işığı insan sağlamlığı üçün daha vacibdir və bu bioloji saatın düzgün işləməsinə kömək edir. Video oyunlar sizi reallıqdan qoparıb hər hansı bir başqa reallığa kökləyə bilər. Bir müddət problemlərinizi unuda bilərsiniz. Amma xüsusilə rol oyunları olan, oyunlardan asılı olan insanların psixologiyasında çox ciddi problemlər yaranır. Bu da daha bir maraqlı araşdırmanın nəticələridir ki, sizə təqdim edirik. Baxaq. Video oyunlar psixologiyanı belə pozur. Alimlər video oyunlardan sonra yaranan emosional boşluq hissəsini araşdırıb. Nəticələr Current Psychology beynəlxalq elmi jurnalda dərc olunub. Cənub-Qərb Psixologiya Universiteti və Stephen Battery adına Tətbiqi Elmlər Akademiyası tərəfindən aparılan yeni tədqiqata görə post-oyun depressiyası adlandırılan bu halın oyunçuların psixoloji vəziyyətinə təsiri öyrənilib və onun ölçülməsi üçün xüsusi şkala hazırlanıb. Nəticələrə görə bəzi oyunçular emosional baxımdan oyunu bitirdikdən sonra kədər, boşluq və reallığa uyğunlaşmaqda çətinlik yaşayır. Araşdırma zamanı 373 oyunçu iştirak edib. Mütəxəssislər bu halın 4 əsas aspektini müəyyənləşdirib. Oyunla bağlı davamlı düşüncələr, çətin qəbul edilən sonluq, oyunu yenidən oynamaq istəyi və digər əyləncələrə marağın azalması. Ən güclü təsir məhz oyunu bitirdikdən sonra onun haqqında düşünmək meyli ilə bağlıdır. Tədqiqat göstərib ki, xüsusilə rol oyunları sevənlər daha həssasdır. Çünki burada oyunçular personajlarla daha güclü emosional bağ qurur. Alimlər qeyd edib ki, bu hal ayrılıq və ya mühüm həyat mərhələsinin bitməsi kimi hiss edilir və psixoloji dəstək mexanizmlərinin əhəmiyyətini artırır.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.